Hər vaxtınız xeyir olsun dəyərli dostlar. Gecə saat 12-nin yarısıdır. Bayaqdan işləyirəm. Dedim yatmadan öncə bir dənə video çəkim. Burada 5 dənə sizə ağlınıza belə gəlməyəcək söz öyrədəcəm. Onları yazmışam bura ki, öz yadımdan çıxmasın. Demək, ilk sözümüz la vibris olacaqdır. Vibris kişilərin, indi qadınları bilmirəm, kişilərin burnunun içərisindən tük çıxır. Çoxunda elə olur. Bax, həmin o burnun içindən çıxan tükə fransız dilində vibris deyirlər. Azərbaycan dilində bilmirəm nə deyirlər. İkinci sözümüz olacaqdır poignée d'amour. Bu hissədə pi yığışır, bax burada. Deyəsən türklərdə də buna nə deyirlər? Nəysə, fransız dilində buna poignée d'amour deyirlər. Burada sol tərəfdə, sağ tərəfdə yığılan piyə poignée d'amour deyirlər. Azərbaycan dilində buna nə deyirlər, onu da bilmirəm. Üçüncü ifadə olaraq yazmışam le golf temporo. Golf temporo, bax, yenə bu kişilərdə olur. Buradan və buradan tükün tökülməsi elə başlayır və adətən elə belə də qalır. Eləsi var tam tökülür, eləsi var belə qalır. Görürsünüz, məndə də var. Yaş keçdikcə kişilərdə bu hissədə tük tökülür və biz ona deyirik golf. Golf temporo. Niyə görə temporo deyirlər? Çünki bu hissələrə deyəsən nə deyirlər buna? Tamp deyirlər deyəsən. Tamp. Tamp gicgahdır bura. Tamp gicgahdır. Bu hissəyə də le golf temporo deyirlər. Bu demək üçüncü ifadə. Dördüncü ifadə la luette. La luette ağzınızı açanda onu göstərəməyəcəm. Tam dip tərəfdə bir dənə şey var. Belə uzantı kimi bir şey vardı. Yenə Azərbaycanda bunun adını bilmirəm. Həmin o ağzı açırsınız, baxırsınız, uzantı kimi olan şeyə luette deyirlər. Sonuncu olaraq yenə ağzı açanda bu yuxarı hissə diş yox, dişin yuxarı hissəsinə damaqda Azərbaycanda ais ol. Azərbaycanda bunu bilirəm. Damağa deyirlər le palais. Bu əslində adi bir sözdür, amma palais sözü eyni zamanda da fransız dilində şato deməkdir. Böyük qəsr deməkdir. Bu 5 dənə sözü yazdım bura. Bu vibris sözünü mən özüm də bilmirdim, təzə öyrənmişəm. Bilmirdim ki, o burnun tükünə vibris deyirlər. Oldu, özünüzə yaxşı baxın, hələlik, sağ olun.